Bura mənim atadan qalma bağımdır. Deməli bu fındıq ağaclarının harasa 70'e yaxın yaşı var. Sürekli budamaya göre mən bu ağacları cavanlaştıra bilmişəm. Düzdür, bu çox ağır və zəhmət çəkən bir prosesdir. Amma mən bunu ağacları cavanlaştıra bildim. Deyirlər ki, fındıq ağacın cavanlaştırmaq olmur. Kökləri çürüyəndən sonra onu çıxarıb yenidən əkmək lazımdır. Mən bu fikirlə razı deyiləm. Düzdür, ağaclar qarışıq, çox sıx əkilib. Amma qulluq sayəsində, etdiyim qulluq sayəsində bu ağaclarda məhsul var. Çünki fındıq ağacının ən çox xoşladığı şey yəni budamadır. Yəni fındıq sahəsi olan adamın əlindən gərək budama qayçısı düşməsin. Yəni ən ilkin şərtlərindən biri budama və sudur. Fındığın kökləri üzdə olduğu üçün yəni torpağın üzündə olan meşəbeyni qatı fındığın qidalanmasına, yaxşı qidalanmasına səbəb olur. Ona görə də fındığın dibindəki xəzəlləri təmizləyib yandırmaq lazım deyil. Sadəcə alaqları vurmaq lazımdır. Ondan sonra bağı təmizlədikdən sonra xəzəli yerində saxlamaq lazımdır. Aprel, may ayında fındıq ağacını diblərini təmizləyəndə, içindəki ot biçiləndə deməli xəzəl toz kimi olur və meşə peyinə çevrilir. Bunun üçün bu bəs eləyir. Yəni bu hazır peyindir. Meşə peyinidir ağacların dibində. Təbii peyindir. Yəni öz xəzəlindən yaranan peyindir. Heç bir ağaclarda xəstəlik yoxdur. Çünki xəstəlik yaradan bütün ağacları, göy mamır basmış ağacları kəsib atmaq lazımdır. Bəziləri deyir ki, güya onların dərman vurmaqla o mamır basmış ağacları müalicə eləmək olur, amma o səhv fikirdir. Mamır basmış ağacların özəyini kəsəndə özəyində görürsünüz ki, çürümə başlayıb, düz kökdən gedən bir prosesdir. Ona görə mamır basmış ağacları mütləq kəsib çıxarmaq lazımdır.